o ağaçları nə qədər əziyyətlə saldıq. Biz subotniklər keçirdirdik, iməcillər keçirdirdik. İnsanlar gedib o ağaçları əkirdi və təhkim etmişdi, gedib həftədə bir dəfə, iki dəfə onları suvarsınlar, ölçsünlər. Bu Bakı üçündür, bu xalq üçündür, bu bizim təbiətimiz üçündür, bu insanların yaşayışı üçündür, bu Bakının iqlimi üçündür. Bəs o ağaçları kəsib, onları baqqalxanaya keçirənlər, onlar bu ölkəyə xəyanət etməyiblərmi? Ancaq o kəsilən ağaçları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək Haqq Ədalət Məhkəməsi qarşısında cavab versinlər. Orada gəlib o baqqal dükanları salanlar, orada gəlib özlərinə xüsusi mülklər salanlar, onların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır.